Ətrafda kimsə söhbət edir, sizə baxırlar və siz düşünməyə başlayırsınız ki, onlar sizi tənqid edir, lağa qoyur, hər hansı sizin qüsurunuzu görürlər və bu hal davamlıdır. Bu hal sosial fobiya üçün adətən xasdır. Bəs qədər geniş yayılmış bir pozuntudur və insanın ciddi şəkildə özünə neqativ formalaşdırma, neqativ düşünmə, özünün etdiklərini böyütmə, o cümlədən və xüsusilə də səhvlərini böyütmə və ciddi səhv etmə qorxusu ilə müşayiət olunur. Və bu ciddi problem yaradır. İnsan xüsusilə də sosial ünsiyyətlər qura bilmir, yeni münasibətlər qura bilmir. Özünün uğurundan imtina edir. Çünki cəmiyyət arasında ünsiyyət qura bilmir, çalışır ki, həmişə tanıdığı, güvəndiyi mühitlərdə olsun və bunun nəticəsində ciddi əziyyət çəkir. Amma bu hal psixi pozuntudur. Adətən psixoterapiya və dərmanlarla, adətən antidepressantlarla müalicə nəticəsində tam aradan qaldırılması mümkündür. Bənzər bir əlamətləriniz vardırsa, mütləq psixiatra müraciət edib yardım alın.